Mən sizə, yəni ağla sığmayan, birinci dəfədən inana bilmədiyimiz xatirələri xatırlamağa, deməyə davam edirəm. Bax bu dəqiqə baxın, görürsünüz mən hardayam. Yox. Heç belə çalışmayın da başa düşməyə ki, mən indi hardayam. Yenə də dörxadır da çəkəcəm buranı ya. Amma inanmıram ki, kiminsə, yəni ağlına gələ bilər ki, mən indi hardayam. Yaxşı, mən sizə deyim. Bax, içəri şəhər metrosu ilə üzbəüz, bax bu köhnə bir monumental, bax belə binalar var, görürsünüz. Mən həmin o məhəllənin içərisindəyəm. Yəni səhv eləmirəmsə, bax burada bir müddət hətta Səbail rayonunun prokurorluğu da burada yerləşib. İndi bilmirəm. İndi də müxtəlif var. Burada idarələr var, şirkətlər var. Amma söhbət ondan getmir. Bax bu arxa tərəfdə görürsünüz, indi yazılıdır. Ləziz Dad Business Lunch. Yəni burada çox boş belə qəşəng bir yerdir ya. Yəni gəlib oturmağa, yeməyə, günorta vaxtı nəzərinizdə olsun. Mən özüm üçün indi bu dəqiqə ilk dəfə aşkarladım buramı. Amma nə zamansa həmən bu yerdə Bakıda ilk McDonald's olub. Bəli, siz düzgün eşitdiniz. Məhz McDonald's. Sözsüz ki, amma qanunsuz. Yəni belə deyək də, giydirmə McDonald's. 92-ci ildə mən 20 nömrəli məktəbdə oxuyarkən biz gələrdik burada 134 nömrəli məktəbdə dostlarımızın yanına. Onlar bizə göstərmişdilər, girib bax buranın içində, bax bu həyətin içində. Bax bu, yəni indi gördüyünüz bax belə başqa rəngdə, ağ rəngdə, bax belə butqa idi, belə konteyner tipli və üstündə yazılmışdı McDonald's. Əməlli başlı McDonald's o vaxtı nə verirdi? Hamburger, cheeseburger, onlar da onun belə deyək də fake variantlarını, giydirmə variantlarını burada Azərbaycanda, Bakıda satırdılar. Deyirəm də indi McDonald's-ın yaradıcısı bunu bilsə, o dünyada Salto Martalli var da qəbrində ya Azərbaycanda, Bakıda qanunsuz McDonald's haçansa fəaliyyət göstərib. Bu qədər qəlbdən qəlbə.